kanalımızın değerli izleyicileri, bugün sizlere 2025 test toplumumuzdan elektroliz bölməsindən yeni əlavə edilən 86 nömrəli testin izahını vereceğim. Gəlin vaxt itirmədən başlayaq. Deyir, orqanizmdə iyon tarazlığını təmin etmək üçün fizioloji məhlul kimi istifadə edilən Ringer məhlulunun tərkibində duzların miqdarı cədvəli verilmişdir. Ringer məhlulunda olan duzlar natrium klorid, kalium klorid və kalsium kloriddir. Hansı ki iyonların qatılıqları da burada qeyd edilib. Məhlulda deyir duzlar tam dissosiasiya etmiş halda olarsa 500 ml Ringer məhlulunda olan klorid iyonlarının mol miqdarını hesablayın. Hansı ki Ringer məhlulu bir çox sistemlərin olur. Hansı ki bu soyuq alma zamanı insanlara vurulan sistemlərdir. Tibb sahəsində daha çox istifadə edilir. Yəqin ki apteklərdə alınan sistem məhlullarını görmüş olarsınız. Onlar Ringerdir. Deməli, biz burada natrium xloridi dissosiasiya etsək, natrium müsbət 1 mol və alınacaqdır xlor mənfi. Eyni ilə kalium xloridi də dissosiasiya etsək, kalium müsbət, xlor mənfi alınacaqdır. Kalsium xlor 2-ni də dissosiasiya etsək, kalsium 2 müsbət plus 2 xlor mənfi alınacaqdır. Deməli, qazların məndə, duzların məndə qatılıqları verilib 0,15. Əgər natrium xloridin qatılığı 0,15-dirsə, o zaman xlor iyonlarının da qatılığı 0,15 olar. Kalium xloridlər 0,4-dürsə, daha doğrusu 1000-də-4-dürsə, o zaman yenə burada da 1000-də-4 olacaqdır. Kalsium klor olanlarda 0,1000-də-3-dürsə, burada fikir versiniz, əmsal 2'də 2 qat artacaq, olacaqdır 0,1000-də-6. Obşi burada olan bütün, belə deyək, 0,15, 1000-də-4, 1000-də-6-nı toplasam, obşi xlorid iyonlarının miqdarına mən əldə edərəm 0,6 mol bölünsün litr. Yəni qatılığı budur. Bütün xlorların qatılığı. Və məndən nə istəyir? Məhlulumdakı xlorid iyonların mol miqdarını. Deməli, C bərabərdir vahid həcmdə maddə miqdarının dəyişməsidir. Buradan maddə miqdarının dəyişməsi nü bərabərdir CV düsturuna əsasən gətirirəm C-nin yerinə 0,16 vurulsun 0,5. Və buradan da cavab alacağıq 0,8.